Müsahibə onun üçün. Mövqeyimiz Ajdanyadır. Sən Dərya rəhmətə Təsadüfi gedəndə görüşdük, birdəki yəni. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Bir də Anar Nağılbaz rəhmətə gedəndə sən nə hiss elədin? Hansı hissləri keçirdin? Heyfsləndim. Təəssüf. Nə hiss eləmək olar ki? Prosta kollegaydılar da. Kollegaydılar, bir də necə yaxşı gəlib, necə belə bir slavına getdilər. Adam yandırırdı sadəcə. Amma belə özü yıxılan ağlamaz. Sən də yıxıla bilərdin. Yıxılmışam da, durmuşam da. Bəlkə yenə də yıxılacağım. Yəni, onlar rəhmətə getdi, sən ölmədin, sən sağ qaldın. Səni sağ nə saxladı? Onlar ikisi də narkotikdən getdi. Saxladı. Mənim doğulanda mənə verilən instruksiya mənə sağ saxladı. Mənim də öz srok godnostum var da, yəqin hələ bitməyib. Yəni, olardı ilə deyil də, yəni sən ustanovkaların var, nə olar, nə olmaz. Ona görə... Nə olar, nə olmaz deyəndə sən olmazı eləyirdin, amma sağ qaldın. Elə bilin ki, qabaqdan da, sağdan da, soldan da, arxadan da udar deyəndə özünü itirirsən də. Yəni, ona görə heç olmasa bir tərəfdə divar olmalıdır. Sabitli olmalı. Belə bir söykəyəsən o divara. Kimdə o divar? Kimdir, nədir? Yəni, hər halda bizdə tapılıb da o divarlar. Bəlkə də ona görə. Hüseyn Dərya birinci rəhmətə getdi də və çox son illəri çox çətin yaşadı, çox ağır yaşadı. Onu rəhmətə getmək sənin üçün belə şey oldu ki? Yaman çəkinirdi, yəni Tinua. Nəsə, daha çerez danışmışdıq, bir yerdə nəsə konsert eləyək zat. Alınmadı ki, riyakarlıq kimi görünə bilər qıraqdan. 2 nəfər rəqib bir yerdə necə konsert verə bilər? Ancaq döyüşə bilər, döyüşməyə də rəhmətli razı deyildi. Heç mən də razı deyildim. İndikilərin döyüşdüyü kimi döyüşməkdənsə 50.000 nəfərin içində söyüşlə zatla hələ bir prodviqatiya в masсы qocalmışıq yəqin. Hə. Çünki gəncliyində sən də treklərində söyürdün də. Yəni, apravdın ola bilər. Sən deyirdin, hirsindən apravdınlı da, amma hamı deyirdi ki, yox, bu olmaz, biabırçılıqdır. Sən yaşda kişilər deyirdi ki, yox, bu nədir? Ayıbdır, gənclər gəlib danışığını da bilmirlər. Amma indi sən həmin o kişilərin yaşındasan, deyirsən ki, yox, olmaz, gərək yerində olan da. Sənə görə yerində, kiməsə görə yerində. Mən heç vaxt Dəryaya efirdə və ya kiminsə millətin qabağında belə pis söyüşlərlə, onu sənət adı ilə, siz pürüz xəbəriniz yoxdur. Yəni, efirdən görmürük də onu. Elə şeylər olmur. Efirdə nə görürüz ki? Xoş qədəmdən başqa. Yəni, sosial şəbəkələrdən izləyirik də, heç kimi bir-birini açıq mətnindən söymür də, azından. Sosial şəbəkələrdə hər şey olar. Ona görə də boş verin. Hələ bundan da pis olacaq. Aktyorlar, aktrisalar, müğənnilər deyirlər ki, bu belə asıllıq yaradır da, əl çalma asıllıq yaradır. Sən də böyük kütlələrin qarşısında çıxış eləyən insansan. Kütlə energiyası, bəli, asıllıq yaradır. İndi o yoxdur həyatında. Boşluq var. Yox, belə boşluq yoxdur ya. Mən heç vaxt tək darıxmamışam. Özümü boş hiss eləməmişəm. Sadəcə olaraq ola bilər bəzi şeylər bizim istədiyimiz kimi deyil. O da ki, adi şeydir də, yəni həyatda çox şey bizim istədiyimiz kimi deyil.
Prosta əgər mən kiməsə maraqlıyam, mən niyə kiməsə maraqlıyam? Yəni, söhbət onu birinci aydınlaşdırmaq lazımdır. Mənə gəlir ki, sonra ya müsahibəyə, ya hər hansı bir məhsul eləmək. Yəni, müxtəlif auditoriyaya müxtəlif cür yanaşmaq olar. Ona görə deməyim ki, musiqi mənə indi maraqlı deyil. Musiqi də, rəngkarlıq da mənə indi maraqlıdır. Amma yenə deyirəm də, boş vaxtımızı məişətə sərf edirik. Gün batandan da sonra imkan olanda vaxtımızı zikrə sərf edirik və salam. Nə zikr eləyirsən sən? Gecələr bulaq başı. Gecələr bulaq başı. Dərxana deyir. Qurtardıq. Yaxşı olacaq, hər şey yaxşı. Тебя вылечат, и меня вылечат. Rauf belə deyir ki, şeylə. Kim? Ağ qara yoxdur o. Hə. Kamranla. Onun verilişində deyirlər. Hansı Rauf? Məfiqə. Hə. Hə, nə deyib? Bir elmlə məşğul olun. Oca məşğul olun. Bir elmlə məşğul olun. Elmlə məşğul olun.